Andolagan perçemi Kerbela. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Hörmətli izləyicilər, əziz həmvətənlər, bugün sizə İslam ümmətinin acı tarixi hadisələrindən biri olan Kərbəla və onunla bağlı insanların illərlə yaşatdığı mərasimlər, matəm adətləri, sinə döymələr, ağlar və qara geyimlər və s. bu kimi ayinlər haqqında söhbət açacaq, qeyd etdiyimiz mövzulara dair məhz Əhl-i-Beyt imamlarının mövqeyini ortaya qoyacağıq. Bir sözlə, öncəki buraxılışlarımızda olduğu kimi bu videoçarxda da duyğu və hisslər deyil, məhz dəlil və sübutlar dilə gələcəkdir. Ölü üçün ağlayıb ağı demək. Məlumdur ki, hər il Aşura günü bəzi müsəlmanlar Kərbəla hadisəsini yad edir, İmam Hüseynin şəhadətinə ağlayır, matəm saxlayır, özlərini döyür, bəzi hallarda isə qan çıxaracaq qədər özlərinə zərər verirlər. Bu hallar istər qəsdli şəkildə bilərəkdən edilsin, istərsə də vərdiş şəklində fərq etməz, İslamın hökmlərinə zidd olan bir davranışdır. Bu haqda İslam Peyğəmbəri və Əhl-i Beytin böyüyü Muhammed sallallahu aleyhi və səlləm belə demişdi: Ölü üçün ağı demək cahiliyyət dövrünün adətlərindəndir. Yəni müsəlman cahiliyyətin batil adətləri ilə yaşamamalıdır. Ağı deyərək, yerdə sürünərək, bağır çığırla ölüyə edilən bu mərasimlər İslamın pak təliminə tamamilə ziddir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdi: Allahın qəzəb etdiyi, lənətlənmiş iki səs var. Müsibət anında olan ağı səsi ilə nemət anındakı səs, yəni çalğı səsi. Peyğəmbər hədisinə diqqət etdinizmi? Ölmüş biri üçün ağlamaq, bağırmaq, ağı demək Allahı razı salacaq əməllərdən deyil, əksinə Rəbbimizin qəzəbinə səbəb olacaq əməllərdəndir. İmam Cəfər Əs-Sadiq, Allah ona rəhmət etsin, demişdi: Ölmüş bir kəs üçün ağı deyib, paltarı cırmaq icazəli deyildi. Sinə döymək, üz cırmaq və paltar yırtmaq. Biz müsəlmanlar İmam Hüseynin şəhadət edilməsini müsibət kimi qəbul edirik. Amma bunu hər il matəm halına gətirmək və şəriətin hökmlərini çeynəmək üçün səbəb və bəhanə etmirik. Hüseyn radiyallahu anhu Peyğəmbərin nəvəsidir, cənnət gənclərinin ağasıdır. Lakin biz onun ölümünü digər şəhidlərdən fərqli bir şəkildə ilahiləşdirmirik. Bəli, həqiqətən də Peyğəmbər nəvəsinin şəhadəti böyük bir müsibətdir. Lakin bu müsibətə yanaşma şəriət çərçivəsində, tövhid və səbr əxlaqı ilə olmalıdır. Sinə döymək, baş yarmaq, yaxa cırmaq, bunlar İslamın ruhuna zid və Peyğəmbərin qadağan etdiyi əməllərdir. Uca Allah Quran-ı Kərimdə müsibətə düçar olan müminin dilindən belə buyurur: O kəslər ki, onlara bir müsibət üz verdikdə, biz Allaha məxsusuq və biz yalnız ona qaydacağıq deyirlər. Onlara öz Rəbbi tərəfindən məğfirət və rəhmət vardı. Məhz onlar doğru yolda olanlardır. Bu Hüseynin də yoludur. O sinə döyənlərdən deyildi. O Allah yolunda səbr edənlərdən idi. Əhl-i Beytin böyüyü İslam Peyğəmbəri demişdi: Üzünə döyən, yaxasını cıran bizdən deyil. İmam Cəfər Əs-Sadiq isə bu haqda belə demişdi: Müsibət anında əlini dizinə döyənin əməlləri puç olar.
Qara paltar geyinmək. Müsibət zamanı qara paltar geyinmək və bunu bir matəm rəmzi kimi qəbul etmək pak şəriətə ziddir. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm, nə də onun əhl-i beyti, yaxınları, doğmaları vəfat etdikdə qara geyim giyməyiblər. Bu adət İslamda əsli olmayan və başqa xalqlardan, qeyri-İslami millətlərdən gəlmə bir ənənədir. İmam Əli bu haqda demişdi: qara paltar geyinməyin, çünki bu Fironun libasıdır. Qadınlara müraciət. Ey müsəlman bacım, Peyğəmbər nəvəsinə olan sevgin və onun şəhadətinə qarşı üzüntün böyükdür. Amma unutma ki, həqiqi sevgi itayətlə ölçülür. Sinə döymək, qara geyinib ağı deyib ağlamaq əhl-i beytin yolu deyil. Bu, şəriətin ruhuna zid, xurafatlara açılan qapıdır. İmam Hüseyn özü öz doğma bacısına, xanım Zeynəbə nəsihət edərək belə demişdi: Ey bacı, Allahdan qorx və bil ki, yerdə və göydə olan hər kəs ölümü dadacaq. Allahın camalından başqa hər şey həlak olacaq. Ey bacım, səni Allaha ant verirəm. Əgər mən öldürülsəm, mənə görə yaxanı və üzünü cırma. Mənə ağı demə. Ha belə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qızı Fatiməyə nəsihət edərək demişdi: Mən öldükdə mənə görə üzünü cırma, mənə ağı demə, qışqırıb bağırma. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm ağı deyən və onu dinləyən qadınları lənətləmişdi. Aşura günü oruç tutmaq. Təbii ki, Aşura orucunun Kərbəla hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Məlumdur ki, Aşura günü, yəni hicri təqvimi ilə Məhərrəm ayının 10-u bəzi tarixi hadisələrin baş verdiyi gündür. Bəni İsrailin Fironun zülmündən xilas olması da məhz bu gündə baş vermişdi. Bu səbəbdən Aşura günü oruç tutmaq, bu günü oruc ibadəti ilə keçirmək Peyğəmbərimiz tərəfindən tövsiyə olunmuşdu. İbn Abbas radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Mədiniyə hicrət etdikdə Yahudilərin Aşura günündə oruç tutduqlarını görür və bu nədir deyə soruşur. Belə deyirlər: Bu gün Allahın Bəni İsraili düşmənlərinin əlindən qurtardığı gündür. Musa əleyhissalam bu gün oruç tutmuşdu. Allahın Rasulü sallallahu aleyhi və səlləm mən Musaya sizdən daha yaxınam dedi və həmin günü həm özü oruç tutdu, həm də oruç tutmağı əmr etdi. Biz bu tövsiyəni Əhl-i Beyt imamlarından da görürük. Belə ki, Əli ibn Əbu Talib radiyallahu anhu demişdi: Məhərrəmin 9-cu və 10-cu gününü oruç tutun. Çünki bu, bir ilin günahlarına kəffarədir. Həmçinin İmam Məhəmməd Əl-Baqir demişdi: Aşura orucu bir ilin günahlarını silər. Lakin Şiə məzhəbində bu sünnəyə qarşı ya susqunluq, ya da açıq etinasızlıq müşahidə olunur. Aşura orucu qəsdən tərk olunur. Ha belə onu tutanlara qarşı mənfi münasibət sərgilənir. Halbuki bu oruc şahidi olduğunuz kimi Əhl-i Beyt imamlarının tövsiyə etdiyi bir ibadətdir. Əslində Aşura günü oruç tutmaq İmam Hüseynin yolu ilə gedən bir müsəlmanın Allahın Rasuluna sallallahu aleyhi və səlləm tabe olduğunun bir göstəricisidir. Təəssüf ki, Şiə təbliğatında bu ibadət kölgədə qalmış, insanların diqqəti göz yaşlarına və matəm mərasimlərinə yönəldilmişdi. Din isə ağlamaqdan və yas saxlamaqdan ibarət deyil. Dinimiz itayət və ibadətdən, ha belə Peyğəmbərin və onun əshabının, Əhl-i Beytinin izi ilə addımlamaqdan və onlara tabe olmaqdan ibarətdir.